Çağrı mərkəzləri asan xidmət modeli əsasında təkmilləşdiriləcək. Bu dəyişiklik korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının 4.10-cu bəndinin icrası ilə əlaqədar Nazirlər Kabinetinin qərarı əsasına qəbul edilib. Qərarın icrası hansı formada həyata keçiriləcək? Bu barədə daha geniş əməkdaşımız Nərmin Mais qızı bizə ətraflı məlumat verəcək. Salam Nərmin, buyur səni eşidirik. Salam, hər vaxtınız xeyir olsun. Bəllisində vurğuladığınız kimi hazırda asan xidmətdəyik. Qeyd etmək istərdik ki, çağrı mərkəzləri fəaliyyətini artıq asan xidmət modeli əsasında təkmilləşdirəcək. Belə ki, ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək. Çağrı mərkəzi olmayan yerli və mərkəzi icra hakimiyyəti orqanlarının xidmətlərini isə asan xidmətin çağrı modeli əsasında 108 çağrı mərkəzi əsasında göstəriləcək. İstərdim ki, bununla bağlı detallı məlumatı Dövlət Agentliyinin Hüquqi Təminat Şöbəsinin müdir müavini Adil Əkbərovdan alaq. Buyurun Adil bəy, sizi eşidirik. Salam, xoş gördük. Qeyd olunan tədbirlər ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illər üzrə korrupsiyaya qarşı mübarizə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilmişdir. Sizin də vurğuladığınız kimi, çağrı mərkəzi olmayan dövlət orqanlarında çağrı mərkəzlərinin yaradılması, çağrı mərkəzi olan dövlət orqanlarında isə bu xidmətlərin daha da təkmilləşdirilməsi əsas məqsəd olmuşdur. Qeyd olunan məsələ ilə bağlı beynəlxalq təcrübə araşdırılaraq mütərəqqi müddalar qanunvericiliyə gətirilmişdir. Burada xüsusilə vurğulamaq istədiyim əsas məsələlərdən biri əlil vətəndaşların sosial cəmiyyətə inteqrasiyası olmuşdur. Bu, belə ki, uzaqdan cavablandırma mexanizmi əsasında nitq qabiliyyəti yaxşı olan, lakin hərəkət məhdudiyyəti olan əlil vətəndaşlarımız müvafiq texniki vasitələrlə öz evlərindən çağrı xidmətlərini göstərə biləcəklər. Eyni zamanda ölkənin istənilən yerindən sabit telefon xətləri ilə ödənişsiz əsaslarla çağrı xidmət mərkəzlərinə zənglər edilə bilər. Mühüm məsələlərdən biri ondan ibarətdir ki, çağrı mərkəzi olmayan 77 yerli icra hakimiyyəti orqanı və 7 mərkəzi icra hakimiyyəti orqanının ümumilikdə 2500-dən çox dövlət xidmətinin asan xidmətin 108 çağrı mərkəzi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Digər qurumların isə ya çağrı mərkəzlərini yaratmalıdırlar və yaxud da ki, müqavilə əsasında 108 çağrı mərkəzinə qoşularaq öz xidmətlərini göstərə bilərlər. Qərarın mütərəqqi müddəası ondan ibarətdir ki, artıq vətəndaşlarımız ölkəmizin istənilən yerindən, istənilən dövlət xidmətinə daha rahat, daha əlçatan formada çıxışı təmin ediləcəkdir. Çox sağ olun Adil bəy, minnətdaram. Qeyd etmək istərdim ki, bir daha ölkə üzrə çağrı mərkəzləri asan xidmət modeli əsasında təkmilləşdiriləcək. Çağrı mərkəzi olmayan yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti isə asan xidmət modeli əsasında göstəriləcək xidmətləri. Bizim buradan çatdıracaqlarımız bu qədər. Sözü yenidən sizə ötürürük. Təşəkkür edirəm Nərmin. Ətraflı informasiyaların üçün qeyd edək ki, bizimlə canlı bağlantıda əməkdaşımız Nərmin Mais qızı idi.